Xatırlayıram ki, məktəbli dövrümdə 5 oktyabr, yəni müəllimlər bayramı bazar gününə düşmüşdü və uşaqların yarısı müəllimə hədiyyəni 3 oktyabr, digər yarısı isə 6 oktyabrın daha uyğun olacağını düşünüb ona hədiyyə gətirməmişdi. 3 oktyabrda müəllim ona verilən hədiyyələri aldıqdan sonra ona hədiyyə gətirməyənlərə belə bir ifadə işlətmişdi. Bəzilərinin yadından çıxıb ki, bugün müəllimlər bayramıdır. Və bu cümləni çox aqressiv və sərt şəkildə bildirmişdi. Çox güman ki, o an uşaqlar özlərini yetərsiz, dəyərsiz, bəlkə də günahkar hiss etmişdilər. Amma psixoloq olaraq indi yenidən o situasiyaya baxdıqda görmək mümkündür ki, yetərsiz olan uşaqlar yox da məhz müəllimin özü idi. Müəllim olmaq səbir, anlayış, sevginin, məsuliyyətin birgə toplanışıdır və müəllim olmaq təkcə bilik ötürməkdə deyil, müəllim olmaq sevgini uşaqlara hiss etdirmək və ötürmək deməkdir.